Selamun Aleyküm və Rəhmətullah Masum. Aleykümselam və Rəhmətullah və Rəhmətullah. Masum müəllim, Allah razı olsun. Sual yenə də müfəvvidalardandır, təfvid əhlindən. Biz onlara sual verdikdə ki, onlar bildiyimiz kimi mənanı Allaha həvalə edirlər. Biz onlara sual verdikdə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın sifətlərinin mənasını bilirdimi? Onlar suala cavab yox, sualdan cavab verirlər. Deyirlər ki, yaxşı, bəs Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın sifətlərinin keyfiyyətini bilirdimi? Zəhmət olmasa buna siz cavab verərdiniz. Onlar cavab verməsələr. Bismillahirrahmanirrahim. Elhamdülillah. Ən birinci bilmək lazımdır ki, verilən suala yəni cavab verilsəydi daha yaxşı olardı. Yəni cavab verilsəydi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Teala'nın sifətləri barədə olan yəni mənaları bilirdimi, yoxsa bilmirdimi? Nəinki sual vermək ki, keyfiyyəti bilirdi, yoxsa bilmirdi. Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellemə xəbər verdiyi kitabında Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Teala'nın sifətlərinin mənasını bilirdi və sahabələri də bilirdi və o adların, o sifətlərin gərəkdirdiyi məna üzərində də Allah Teala'ya ibadət olunurdu. Yəni Allaha ibadət də onun sifətlərinin gərəkdirdiyi məna üzərində idi. Əlbəttə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bilirdir. Lakin cavab verməkdən yan keçərək, sualla cavab verirdi ki, keyfiyyəti bilirdimi Peyğəmbər sallallahu aleyhi ve sellem? Keyfiyyəti heç kim bilmir. Yəni Allah Teala'nın sifətlərinin keyfiyyətin heç kim bilmir. O Allaha məxsusdur, Allaha xasdır. Bir şeyin keyfiyyətini necə bilə bilərik ki, biz onu görməmişik, onun tayı bərabəri yoxdur, onun misli yoxdur, o təkdir, onun şəriki yoxdur. Biz onun mislini bilə bilmərik. Amma lüğətdə gəldiyi mənanı, ərəb dilində olan mənasını əlbəttə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bilirdi. Allah Teala Quran-ı Kərimdə buyurur ki, biz bu Quranı ərəbcə nazil etdik ki, bəlkə başa düşdünüz. Yəni, başa düşəsiz deyənə ərəbcə nazil etdik. Yəni, Allah Teala özü barədə də öz kitabında xəbər verib. Əlbəttə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mənanı bilirdi. Lakin keyfiyyətini bilmirdi. Bəli, keyfiyyətini bilmirdi. Çünki Allah Teala buyurur ki, leysə kəmithlihi şey. Onun mislində heç nə yoxdur. Əlbəttə, Peyğəmbər sallallahu aleyhi ve sellem və əshabı keyfiyyətini bilmirdi. Və ləm yəkul ləhu kufuvən əhəd. Onun tayı bərabəri yoxdur. Əlbəttə, Peyğəmbər sallallahu aleyhi ve sellem bilmirdi. Həl tə'ləmu ləhu səmiyyə. Sən ona tay bərabər birisini tanıyırsanmı? Əlbəttə, Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabələri keyfiyyəti bilmirdilər. Və keyfiyyəti bilməmək cəhalətdə ittiham eləmək deyil Peyğəmbər sallallahu aleyhi ve sellemi. Peyğəmbər sallallahu aleyhi ve sellemin elmi nəyə çatırdısa, elmi nəyə yetişirdisə, onu başa düşürdü. Elmi çatmadığı bir şeyi Allah Teala'ya həvadə edirdi. Allah Teala'ya buraxırdı. Allah Teala'ya həvadə edirdi. Allah Teala'ya yəni bağlayırdı. Və heç bir şey barədə də xəbər vermirdi. Hansı şeylərə ki elmi yəni çatırdı, Allah Teala onu örgədirdi, o şeylərdən xəbər verirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara bəyan eləsin, təbliğ eləsin deyə gəlib. Peyğəmbər sallallahu aleyhi ve sellem mənasını bilmirdisə, mənası bilmədiyin şeyi necə təbliğ eləsin? Sallallahu aleyhi ve sellem. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın sifətlərinin mənasını bilirdi. Lakin keyfiyyətini bilmirdi. Və zikr etdiyimiz ayələr buna dəlildir. Onun tayı bərabəri yoxdur. Onun mislində tanıyırsanmı birini? Onun mislində heç nə yoxdur. Və buna bənzər ayələr hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə nazil olmuşdu. Və bir şeyin keyfiyyətini bilməmək o cahillik deyil. Xüsusən də Allah Teala'nın sifətlərinin keyfiyyətini bilməmək. Çünki Allah Teala'nın sifətlərinin mənası ərəb dilində bəllidir. Keyfiyyəti isə özünə xas olduğuna görə, özünə aid olduğuna görə, bizə o elmdən heç bir xəbər verilmədiyinə görə biz o məsələdə elmsizik, xəbərsizik. Bizim o məsələdə heç bir
məlumatımız yoxdur. Əgər məlumat olsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verərdi. Xəbər verərdi. Və bir şeyin keyfiyyətini bilməmək onun mənasını inkar etməyə gətirib çıxarmalı deyil. Yəni, məsələn, biz Allahın sevmək sifətinin və qəzəb sifətinin keyfiyyətini bilmirik deyənə biz onun mənasını da inkar edə bilmərik ki. Əgər keyfiyyətini bilməmək daha doğrusu, onun mənasını inkar eləməkdirsə, onda görə biz nə qədər şeylər var ki, onun keyfiyyətini bilmirik. Gərək onun mənasını da inkar edək. Yəni, siz fikir versəz Quran-ı Kərimə, Allah Teala Quran-ı Kərimdə bizə cənnət meyvələrindən danışıb. Cənnət meyvələrindən danışıb. Və cənnətdə olan hurilərdən danışıb. Cənnətdə olan çaylardan danışıb. Ağaclardan danışıb. Biz bilirik ağac nə deməkdir, amma cənnətdəki ağacın keyfiyyətini bilmirik. Biz bilirik çay nə deməkdir, amma cənnətdəki çayların keyfiyyətini bilmirik. Biz bilirik şərab nə deməkdir, amma cənnətdəki şərabın keyfiyyətini bilmirik. Biz bilirik çaylar nə deməkdir, amma cənnətdə axan çayların keyfiyyətini bilmirik. Yəni, necə cənnətdə vəsf olunmuş bəzi dünyadakı şeylərin adlarını ispat edirik, amma keyfiyyətini dedik Allah bilir. Məsələn, Allah Teala Quran-ı Kərimdə cənnətdə narın olmağından bəhs edib. Amma nar nədir bilirik. Oradakı nar necədir Allah bilir. Lakin biz demirik ki, rummən sözün mənasını bilmirik. Niyə mənasını bilmirik? Çünki keyfiyyətini bilmirik. Yoxsa onlar cənnətdəki meyvələrin keyfiyyətini bilirlər. Yoxsa cənnətdəki çayların keyfiyyətini bilirlər. Yoxsa cənnətdəki ağacların keyfiyyətini bilirlər. Bu hələ, yəni, cənnətdə olan Allahın yaratdığı şeylərin keyfiyyətini bilməməyə aiddir. Qaldı ki, Allah subhanahu wa ta'ala. Biz mənanı ispat edirik. Çay mənası aydındır. Ağaclar mənası aydındır. Amma keyfiyyəti bilmirik. Keyfiyyətin bilmirik deyənə bu xəbərlərin hamısını inkar eləyək. Deyə cənnətdə nəhr var, çay var, amma nəhr nə deməkdir bilmirik. Əgər cənnətdə nəhr nə deməkdir bilmiriksə, Allah niyə onu bizə xatırladıb və bizi rəğbətləndirib? Əgər meyvələr və orada olan hurilər, orada olan cənnət neymətləri, hansı ki Allah Teala bəhs edib orada, şərab və s. və ilə axır mənası yoxdursa, nə üçün? Çünki keyfiyyətini bilmirik. Yəni, bu cür yanaşma Allah Teala'nın bizi rəğbətləndirdiyi, bizi rəğbətlə çağırdığı şeylərin mənasız olduğunu göstərir. Əgər bunun mənasını biz bilmiriksə. Həmçinin əks olaraq cəhənnəmin vəsfi. Od, irin, zəqqum, onları Allah Teala vəsf edib. Aydındır. Biz də onu bilmirik, o odu bilmirik, keyfiyyətini bilmirik, çünki dünyadakı od kimi deyil. Zəqqum bilmirik, amma bilirik ki, zəqqum acı bir şeydir. Zəqqum dadsız bir şeydir. Amma oradakı dadı necədir Allah bilir. İrin, bilirik nədir. Amma orada necədir bilmirik. Orada necədir bilmirik deyənə mənasını da bilmirik. Yox, mənasını bilirik. Və bu böyük bir ittihamdır. Böyük bir ittihamdır ümmətin alimlərini, onlar ki, sözlərin mənalarını çıxardıblar. Quranın mənasını, sözlərinin mənasını yazıblar. Hədislər sözlərin mənasını yazıblar. Ərəb dili tədvin olunub, yazılıb, sözlərin mənaları, əksləri, cəmləri. Bunlar hamısı əbəs işlərmiş. Yox, deyəcək ki, insanlar bir-birlərini başa düşsün deyənə. Allah Teala Quranı insanlar onu başa düşsün deyənə göndərib də. Təkcə öz aramızda söhbət eləyək göndərməyib ki. Bu dili, bu danışığı. Ona görə də bir şeydə demək ki, keyfiyyəti bilmirik. Ona görə də mənanı inkar edirik. Bu yanlış bir fikirdir. Ola bilər, mənanı bilirik, keyfiyyəti bilmirik. Və belə şey o qədərdir ki, belə şeylər hansı ki, bəzilərini biz misal çəkdik. Və həmçinin bilmək lazımdır ki, sahabələr nəyi ispat edirdilər, nəyə ki, elmləri çatırdı. Nəyi ispat eləmirdilər, ona ki, elmləri çatmırdı. Elmləri çatırdı mənanı ispat eləməyə.
keyfiyyəti ispat eləməyə elmlər çatmırdı. Yəni sahabələr nəyi ispat edirdilər? Elmləri nəyə ki çatır ona? Nəyi ispat eləmirdilər? Yəni Allaha həvalə edirdilər. Keyfiyyəti. Yəni, keyfiyyəti Allaha həvalə edirdilər. Ona keyfiyyət vermirdilər. Amma deyirdilər ki, Allah Taala məsələn mustavin ala arşihi, ərşinə yüksəlib. Ala aleyhi, üzərinə yüksəlib. Necə İbn Abbasdan, Mücahiddən, Tabiindən və sahabədən və nə qədər nəqillər var hansı ki, yəni sahabələr Allah Taala adlarını və xüsusən də sifətlərini, mənası nə olduğunu bəyan ediblər. Və ümumiyyətlə mən sizə bir misal çəkəcəm və deməyəcəm ki, İbn Abbas və ya filan sahabə dedi ki, Ər-Rəhmənu aləl arş istəva, Rəhman ərşinə yüksəldi, yəni alə belə. Bu misallar çoxdur. Lakin sizə sahabələr mənanı bilirdilər və bu məna ilə biri-birilərinə xitab edirdilər. Lakin keyfiyyətdə məchul idilər, bilmirdilər, keyfiyyətdə cahil idilər. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşı Zeynəb bint Cəhş radiyallahu anhə. Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələrindən, möminlərin daha doğrusu Peyğəmbərin zövcələrindən və möminlərin analarından olan bir sahabə qadın idi. O, Peyğəmbər sallallahu aleyhi və səlləmin başqa qadınlarına, başqa həyat yoldaşlarına fəxrlə deyərdi ki, Zəvvəcəkunnə əhlukunnə, sizi öz əhliniz Peyğəmbərlə evləndirib. Amma Allah məni 7 qat səmanın üzərində evləndirib. Və özünün onlardan səciyyəvi bir xüsusiyyətini qeyd elədi. Allah Taala məni 7 qat səmanın üzərindən Muhammed sallallahu aleyhi və səlləmdən evləndirib. Əgər bu fövqiyyə, Allahın ucalığı 7 qat səmanın üzərində olması qadınlar tərəfindən, sahabə qadınlar tərəfindən başa düşülmürdüsə, fərq nə idi? Yəni, məni Allah 7 qat səmanın üzərindən evləndirib. Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Sizi isə əhliniz evləndirib. Əgər o 7 qat səma üzərində Allahın olmasının mənası yox idisə, niyə onunla fəxr edərdi başqa qadınların yanında? Aydındır. Bu dəlildir ki, onlar mənanı başa düşürdülər. Başa düşürdülər ki, nə demək istəyir Zeynəb bint Cəhş radiyallahu anhə. Yəni, demək istəyir ki, məni Allah Taala 7 qat səmanın üzərində Peyğəmbər sallallahu aleyhi və səlləmlə evləndirib. Sizi isə əhliniz. Aydındır, bu xüsusilik, aydındır, səciyyələndirici bir xüsusiyyət idi. Bu dəlildir ki, onlar 7 qat səmanın üzərində necə olmuşdu, keyfiyyətini bilmirdilər. Lakin mənanı bilirdilər nə deməkdir. Onlar mənanı başa düşürdülər və o qadının başqa zövcələrindən seçildiyi bir xüsusiyyət kimi, aydındır, qəbul edirdilər və o qadın da Zeynəb radiyallahu anhə binti Cəhş fəxr edirdi ondan. Ki, Allah Taala 7 qat səmanın üzərindən bizim izdivacı hökm eləyib. Sizinkilər isə əhliniz tərəfindən olub. Mən başqa nəqillər gətirə bilərəm, qeyd elədim. Lakin bu, elə bir misaldır ki, bunu heç kim inkar edə bilməz. Zərrə qədər ağıl olsa. Bəli. Sual verə bilərəm. Bəli, verə bilərsin. Məsələn, Allah razı olsun, tam aydın oldu bizə. Bəli. Biz onlara sual verdikdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm mənanı bilirdi. Onlar desə ki, məsələn, mənanı bilmirdi. Biz onlara nə deyirik? Siz Peyğəmbər sallallahu əleyhi və səlləmi cahilidə ittiham elədiniz, belə deyirik. Bəli. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm insanları dəvət edirdi, mənasını da bilmirdi. Deyirdi ki, Rəbbimiz gecənin 3/4 dünya səmasına enir, mənasını bilmirdi. Və sahabelər deyirdilər ki, bizim üçün, səhv etməmsə İbn Abbas, İbn Məsud radiyallahu anhum, deyirdilər ki, bizim üçün ən sevimli gün Arafa günüdür. Çünki Rəbbimiz Arafa günü dünya səmasına enir. Aydın. Yəni Arafa gününü başqa günlərdən səciyyələndirən nə idi? Allah Subhanahu taalanın enməsi, gecənin 3/4 başqa gecələrdən, gecənin başqa vaxtlarına fərqlənməsi nədir? Allah Taala'nın gecənin 3/4 enməsi. Lakin necə? Allah bilir. Keyfiyyəti Allah bilir. Lakin biz bilirik enmək nə deməkdir. Biz bilirik enmək sözünün mənası nədir? Yenzilu rabbukum. Rəbbiniz nazil olur. Biz bilirik nə deməkdir. Mənanı bilirik. Necə mənanı bilmirik? Biz onlara sual verdikdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, onlar bizə sual verəndə, estəğfurullah. Sual verəndə ki, bəs Peyğəmbər sallallahu əleyhi və səlləm keyfiyyətini bilirdi. Siz bayaq cavab verdiniz ki, bilmirdi. Bəli, çünki biz Peyğəmbər sallallahu əleyhi və səlləm bir şeyin keyfiyyətini bilmək üçün, onu görmək lazımdır.
ya onun mislində bir şey görmək lazımdır. Aydındır? Bunun Allah Teala görmək mümkün deyil dünyada. Misli də yoxdur. Aydındır? Mən onun keyfiyyətini necə bilə bilərəm? Hələ mən görsəm belə bəzi əşyaları dünyadaykən, o demək deyil ki, o da onun kimidir. Hətta əşyalarda belə keyfiyyət fərqlənir. Hətta məsələn, bayaq çəkdim ki, cənnətdə meyvələr. Məsələn, Allah rummən deyib. Rummən nədir? Nar. O demək deyil ki, buradakı nar kimi dadlıdır, dadı elədir və ya əziyyətlə belə biz qırırıq onu. Ola bilər orada başqa cürdür keyfiyyəti. Lakin biz bilirik nar nə deməkdir. O da cənnətdən nar adlanır. Biz bilirik çaylar nədir. Çay nə deməkdir? Axan bir şey, su. Amma cənnətdə necə axacaq Allah bilir. Rəngin olacaq, tamı necə olacaq Allah keyfiyyətindən bilmirik. Aydındır. Hətta biz bir şeyi görsək, bilsək belə onun keyfiyyətləri müxtəlif ola bilər. Görmədiyimiz və bilmədiyimiz şeyə necə keyfiyyət verə bilərik. Aydındır. Bəs biz keyfiyyəti bilmirdi deməyimiz Peyğəmbər sallallahu aleyhi ve sellemə cahillikdə ittiham etmək sayılmır? Xeyr. Peyğəmbər sallallahu aleyhi ve sellem necə cahillikdə biz ittiham edə bilərik? Necə biz cahillikdə ittiham eləyək ki, leysə kəmithlihi şey. Onun mislində heç nə yoxdur. Və huvəs-səmiul basir. O görən və eşidəndir. Görən və eşidəni təsdiqləyirik. Mənasını bilirik. Amma mislini bilmirik. Onun mislindən, onun keyfiyyətini bilmirik. O ayələr Peyğəmbərə nazil olur da. Qul huvallahu əhəd. De ki, Allah təkdir. Allahu-s-saməd möhtac deyil. Ləm yəlid, doğmayıb. Və ləm yulad, doğmayıb. Və ləm yəkul ləhu kufuvan əhəd. Onun tayı bərabəri yoxdur. Həl tə'ləmu ləhu səmiyyə. Ona tay bərabər bilirsən. Mən necə deyə bilərəm? Peyğəmbər s.ə.v Allah Taala'nın qəzəbinin keyfiyyətini bilir. Aydın, çünki Peyğəmbər s.ə.v hardan keyfiyyətini bilmir? Bilirik. Peyğəmbər s.ə.v deyir ki, qiyamət günü elə bir hal olacaq ki, Allah elə bir qəzəblə qəzəblənəcək ki, qəzəblə ondan qabaq heç vaxt elə qəzəblənməyib. Bu dəlildir ki, Allah Taala'nın qəzəblənməyi də təzələnir. Yəni, şiddətli qəzəbi var, biraz zəif qəzəbi var, aydındır. Çünki bu mislində, bu keyfiyyətdə elə qəzəblənməyib. Aydındır. Deyir, onda da mən səcdəyə qapanacam. Allah Taala'nı bilmədiyim, indi bilmirəm onu. O cür tərifləyəcəm. Bu dəlildir ki, Peyğəmbər s.ə.v o qəzəbin şiddətini bilmirdi, keyfiyyətini bilmirdi. Ona görə orada ona ilham gələcək. Orada ona vəhiy gələcək. Allahı o qəzəbini biraz sakitləşdirmək üçün Allah'a həmd eləyəcək çoxlu. Və Allah deyəcək ki, ey Muhammed başını qaldır. Artıq qəzəbi aydındır biraz xəfifləşəndən sonra. Yoxsa əlbəttə ki, Allah Teala bu ki, onu heç kim elmi ilə əhatə edə bilməz. La yuhituna əhatə edə bilmirlər. Niyə? Çünki vəsiyə kursiyyü səmavati. Kürsüsü yerlər və göğe əhatə edib. Onun keyfiyyəti nə tər bilsin Peyğəmbər? Bu cahillik deyil. Bu cahillik deyil. Aydındır. Allah Teala Peyğəmbər s.ə.v deyir ki, ummi yazıb oxumağı bacarmayan. Aydındır. Yəni bu ittiham deyil ki. Lakin yenə də qeyd edirəm. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm keyfiyyəti barədə bizə xəbər verməyib. Onun mənasını deyib. Aydındır. Çünki ərəb dilində idi. Bilisanin arabiyyin mubin. Ərəb dilində, açıq ərəb dilində nazil etdik. Bu həqiqətən çox incə mövzulardır. Allah razı olsun. Allah Teala bu ki, əfələ yətədəbbərunəl Qur'an. Qur'anı düşünmürlərmi? Onlar Qur'anı düşünmürlər. Necə düşünürlər onlar? Allah Teala'nın ad və sifətləri. Aydındır. Allah ad və sifətləri necə düşünürlər? O ayələr necə tədəbbür edirlər? Yəni qəribə bir məsələ. Və bunlar cəhmidirlər. Bunlar cəhmidirlər və bunlar yəni daha şərlidirlər. Bir şeyin yəni mənasını Allaha həvalə eləyəndən sonra onun keyfiyyəti barədə düşünməyin bir önəmi var. Heç bir mənası yoxdur. Bu mənası var ki, keyfiyyəti. Yoxdur deməkdir də bu bir sözlə. Bəli, ona görə də onlar əslində muaddilədilər. Allahu akbar. Yəni əslində axırda yəni ki, yoxdur. Və yəni Allah Teala qəzəblənir. Nə deməkdir qəzəb bilmirik. Allah Teala sevinir qulun tövbəsinə, amma bilmirik sevinmək nədir.
Yəni sevinmək səndə də məndə də olarsa deməli biz Allahdan ona şey eləyək. Heyvanın qabağına yemək qoysan sevinir. Ac olanda xüsusən və sən istəyirsən ki o sevinir. Onun sevinməklə sənin sevinməyin birdir. İndi sənin sevinməyi təsdiq eləməyək nədir? Heyvan da sevinir. Deyək ki, sən kimsə başa düşər ki, biz oxşatdıq. Biz bilirik ki, hər an öz sevinci var, hər an öz o yəni bu nə dərəcədə düzgündür? Yəni qaldı ki, Allah Subhanahu taala ilə bunu sən belə bağlayasan və inkar eləyəsən. Biz bilirik də sevmək nədir? Hübb. Hübb bilirik ki, sevməkdir. Allah da bilir ki, qəzəblənməkdir. Allahda necədir? Allah bilir. Özü bilir keyfiyyət. Amma biz bilirik qəzəb nədir və qəzəb nə edə bilər? Amma Allah qəzəbləndə nə edəcək? O qiyamət günü görəcək. Onlar bir tərəfdən oxşatmış da sayılırlar məsələn. Onlar oxşadıb qorxurlar da bəs. Oxşadırlar, sonra çəkilirlər geriyə. Nə üçün? Çünki oxşatmadan yaxınlaşmaq lazımdır, başa düşmürlər. Aydın da sələf nə deyir? Bilə təhrifin, və la tə'til, və la təmthil, və la təkif. Yəni təhrif eləmədən, başqa mənayı yozmadan, tə'til, inkar eləmədən, keyfiyyət vermədən, misil qoymadan, bərabər, tay tutmadan. Bir də belə yaxınlaşırlar, inşallah onlar düzələr. Lakin nə edirlər? Başlayırlar deyirlər ki, yox, sələf sakit durub, deyirlər ki, əmir ruha kəməcət, necə gəlib elə, yəni necə gəlib elə, yəni ərəb dilində necə də mənası elə. Yəni ərəb dilində necə mənası var elə. Osman, və bəziləri də deyirlər ki, Şeyxülislamın üstünə atırlar ki, İbn Teymiyyə rəhməhullah deyib ki, yəni təfsir eləməyib, yəni necə gəlib, elə sələflər deyir ki, necə gəlib, elə qəbul edirik sifətləri, bilə təfsir, təfsirsiz və Şeyxülislam deyir ki, orada yəni cəhmilərin təfsiri burada qəsd olunur və bəziləri çıxır deyir ki, İbn Teymiyyənin bu sözü də xatadır. Niyə? Deyir, çünki cəhmilər heç Allahın sifətlərini isbat edə bilər ki, hətta təfsir də eləsinlər. Onlar inkar edirlər axı. Başa düşmür ki, İbn Teymiyyə rəhməhullah ad və sifətlər barədə azanın hamısına cəhmi deyir. Orada cəhmi deyəndə əşariləri qəsd edir. Tanımır Şeyxülislam İbn Teymiyyə. Yəni Şeyxülislam İbn Teymiyyə rəhməhullah onlar oxumayıblar axı. Onlar Şeyxülislamı oxusalar hidayət olarlar. Allah İbn Teymiyyə oxusalar hidayət olarlar. Necə bəzi qədimdə və yeni olub ki, elm adamları oxuyublar fəlsəfəni, sonra İbn Teymiyyə oxuyub hidayət olurlar. Bəli. Son olaraq Məsumən, istəyirsiniz buna biraz uzun cavab verəsiniz, istəyirsiniz növbəti video saxlayasınız. Onlar bu təfvid qaydasının müfovidalığı İmam Əhməd İbn Həmbələ rəhməhullaha nisbət edirlər. İnşallah bu gələn dəfə verərəm. Oldu. Allah sizdən razı olsun. Cəzakallah xeyr.